Gəncədə 30 noyabr tarixində keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri artıq yekunlaşıb. Şəhərdə fəaliyyət göstərən 4 dairə seçki komissiyası və seçki məntəqələrində prosesin aparılması üçün bütün lazımi tədbirlər görülüb. 37 saylı Nizami 1 seçki dairəsində bələdiyyə seçkilərində iştirak etmək üçün 3 namizəd qeydiyyata alınıb. Bu şəxslər dairə üzrə 31893 seçicinin səsini toplamalıdır. Hazırlıq işlərinin başa çatmadığı məntəqələr isə dairənin dislokasiyasına daxil olan Müdafiə Nazirliyinə məxsus hərbi hissələrdədir. Seçki gününə kimi burada bütün işlərin yekunlaşması nəzərdə tutulur. Dairə seçki komissiyasının nəzdində seçki gününə ən azı 5 gün qalmış yaradılacaq 3 hərbi məntəqə var. Bunlar haqqında da hələlik iş gedir və həmin məntəqələrdə demək olar ki, noyabrın 10-na qədər artıq hərbi xidmətdən təxris olunan və ya yeni çağıranlar da tam stabilləşəcək. Ona görə də deyə bilərəm ki, artıq bu sahədə də işlər gedir. 38 saylı Nizami 2-ci seçki dairəsində də seçkiyə hazırlıq işləri tam başa çatıb. 4 nəfərin namizədliyi qeydə alınıb və dairə üzrə 30 mindən artıq seçicinin siyahısı dəqiqləşib. 39 saylı Kəpəz 1 seçki dairəsində isə seçici siyahılarının sayı son məlumata görə 36066 nəfərdir. Bu dairə üzrə seçkilərdə mübarizə aparacaq 7 namizəd qeydə alınıb. Bunlardan 5-i Hacıkənd Bələdiyyəsi, 2 nəfəri isə Kəpəz Bələdiyyəsinə seçilmək üçün kampaniyada iştirak edəcək. Artıq təşviqat işlərinin təşkili ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən yerlər ayrılıb. 7 noyabr tarixindən namizədlərin təbliğat təşviqat məsələləri başlanmışdır. Bildiyiniz kimi təbliğat təşkilatla bağlı rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə müvafiq yerlər ayrılıbdır. Hər bir namizədə azad, şəffaf şərait yaradılıb, bərabər şərait yaradılıbdır ki, öz platforması haqqında getsin, seçicilərlə görüşsün, məlumatlandırsın. Artıq dairə seçki komissiyası olaraq demək olar ki, Gəncə şəhər 39 saylı Kəpəz 1-ci dairə seçki komissiyası tam qaydada seçkilərə hazırdır. Qeyd edək ki, ən çox seçici 40 saylı Kəpəz 2 seçki dairəsindədir. Təxminən 40741 nəfərin seçkidə iştirakı nəzərdə tutulur. Bizdə 28 məntəqə vardı, bütün məntəqələrdə seçki siyahıları dəqiqləşib. Yəni seçki ərəfəsində də yenə də bu işə diqqət yetirək. Bütün bu deyilənlər seçki öncəsi Gəncə şəhərindəki son vəziyyəti əks etdirir. Deyilənlərin nə dərəcədə real olacağı isə səsvermə günü bəlli olacaq. İlham Məmmədov, Sədan Zeynalov, LTV Gəncə.